Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi xoş gördük. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Sizlə mənəm Alidə Mustafayeva. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizə suallarınızı da ünvanlaya bilərsiniz. Mövzuya dair 070 65 56 100 WhatsApp nömrəmizə yaza və 012 56 56 100 şəhər nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugün İKT-də gənclər üçün karyera strategiyası və sertifikat imkanları barədə danışacağıq. Təbii ki, studiyamızın qonağı da var. İKT Lab Tətbiq və Tədris Mərkəzinin xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadə. Fərid bəy, salamlayıram, xoş gəlmisiniz. Salam Alidə xanım, xoş gördük. Növbəti bir saat ərzində hər ikimizə və dinləyicilərə uğurlar arzulayıram və təşəkkür edirəm ki, bizimlə birgə olacaqlar. Uğurlar. İKT Lab olaraq əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir? Öncə bundan danışaq. Biz İKT Lab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumuq və bizim qurum olaraq əsas fəaliyyət istiqamətimiz gənclərin İKT istiqamətində kadr hazırlığının artırılması və ölkə əhalisinə bu xidmətin təşviqidir. Hansı ki, biz həm dövlət qurumlarına, həm özəl qurumlara bunu korporativ formada, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarına, yəni Azərbaycan əhalisinə də öz xidmətlərimizi təklif edirik. Bizim xidmətlərimiz əsasən adı üzərində olduğu kimi İKT istiqamətində təlimlər, eyni zamanda idarəetmə və biznes istiqamətində təlimlərdir ki, bunlar kadr hazırlığının artırılmasında kifayət qədər böyük rol oynayır. Aydındır. Startup ideyasına olan bir gənc ilk olaraq nə etməlidir? Ona nə məsləhət görərdiniz? Startupın yaradılma məqsədi təbii ki, dünyamıza necə deyilir, bir dəyər qatmaqdır və bunun təbii ki, digər detalları, digər istiqamətləri də var. Sadəcə ilk məqsəd dəyərdir. Dəyər yarada bilmək üçün biz hansı bir problemi həll etməliyik də və buna görə bizim yaradacağımız startup, verəcəyimiz ideya hansı problemi həll edir? Birinci buna baxmaq lazımdır. Əgər problemin həll edilmir, bunu artıq şifahi olaraq özümüzü aydınlaşdırmışıqsa, birbaşa startupı qurmaq üçün təbii ki, addım atmaq biraz risklidir. Çünki burada investisiya və digər məsələlər var. Onu bir pilot olaraq, necə deyirlər, bir prototipin qurulub, onu sistemli formada kiçik-kiçik bir addımlarla test etmək mütləq lazımdır. Bəs gənclər üçün hansı bacarıqlar gələcəyin açarıdır? Gələcəyin açarı hesab etmək olar? Bu necə deyirlər, dünyanın ilk günündən ta bu günə qədər və bundan sonra da davam edəcək açarlar var ki, bu insanlar üçün çox önəmlidir. Düzdür, dünyamız sürətlə texnologiya əsasında dəyişir, işlərimiz bəlkə də sürətlənir, daha da asanlaşır. Lakin dəyişməyən bir faktor var, bu insan faktorudur. İnsanlar hər zaman var, hər zaman da var olacaqlar. Və bizim istər lider olaraq, istər də mütəxəssis olaraq hansısa bir yerdə çalışmamızdan asılı olmayaraq insanlarla çalışırıq. Buna görə mütləq formada biz insanlarla kommunikasiya bacarıqlarımızı ön planda saxlamalıyıq ki, bu daim inkişaf mərhələsində olmalıdır və əlavəsində kritik düşünmə gələcək üçün çox önəmlidir. Kritik düşünmə bir növ bir layihə olsun, hansısa bir startup olsun, bunun irəliləməsinin ən önəmli məqamlardan biridir. Eyni zamanda komanda işin kommunikasiyaya daxil etmək olar, amma ki, tamamilə fərqli bir qoldur. Komanda işi kimi də detallar var ki, onları diqqətə saxlamaq lazımdır. Aydındır, təşəkkür edirəm. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, bugün İKT-də gənclər üçün karyera strategiyası və sertifikat imkanları barədə danışırıq. Studiyamızın qonağı İKT Lab Tətbiq və Tədris Mərkəzinin xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadədir. Qısa fasiləyə ayrılırıq. Bir sual, bir cavab. Yaşad fonduna necə ianə etmək olar? Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları 8110 SMS nömrəsi, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılır. Bir sual, bir cavab. Asan Radio 100 FM. Umid mağazalarında möhtəşəm indirimlər. Neohot su qızdırıcı indi 110 manat deyil, 89 manat. Salvanini bişirmə paneli, soba və aspirator dəsti cəmi 499 manata. Umid, xeyirli alış-verişlər. Telefon 890. Asan Radio'da reklam.
Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. 25 illik yubiley ərəfəsində Matanat A keramika yapışdırıcısı artıq hibrid texnologiyasında istehsal olunur. Nanotexnologiyası ilə zəngin polimerləşdirmənin birgə gücündən yaranan Matanat A hibrid keramika yapışdırıcısı yüksək möhkəmlik, güclü yapışqanlıq və istifadə rahatlığı deməkdir. Tiksotropikdir. Şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur. İstehsal prosesində zəngin polimerləşdirmə və nano zərrəciklərin əsas xam mala absorpsiya olunması hibrid texnologiyasını şərtləndirir. Matanat A hibrid keramika yapışdırıcısı. 2 gücün birləşməsi. Dəniz sahilində villa. Bu arzunuzu yerinə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün bahar təklifi. Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik, golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar tərabəti qatın. Ətraflı məlumat üçün 840. Asan Radyo'da reklam 050 60 06 100. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayırıq. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Sizin əgər mövzuya dair suallarınız olsa 070 65 56 100 WhatsApp nömrəmizə yaza bilərsiniz və 012 56 56 100 şəhər nömrəmizə də zəng edərək suallarınızı verə bilərsiniz. Bugün İKT-də gənclər üçün karyera strategiyası və sertifikat imkanları barədə danışırıq. Studiyamızın qonağı İKT Lab Tətbiq və Tədris Mərkəzinin xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadədir. Fərid bəy, İKT Lab gələcəkdə hansı layihələri planlaşdırır? Açıqlaya bilərsiniz? Əlbəttə. Bizim əsas fəaliyyətimiz təlim istiqaməti olduğu üçün bunu biz təbii ki çalışırıq bütün Azərbaycanı əhatə edək ki, həm Bakı əhalisi yanaşı yerli rayon mərkəzi əhaliləri də bu təlimlərdən İKT-nin günü-gündən dəyişən trendlərindən xəbərdar olsunlar və lazımı hazırlıq səviyyəsi o regionlarda da qaydasında getsin. Bunun üçün hətta biz yaxın gələcəyin bir planı idi, daha da tezləşdirməli olduq. Artıq biz Xankəndidə bir filial açmışıq, regional bir mərkəz açmışıq. Bu regional mərkəzdə tam infrastruktur qurulub və bütün kiber təhlükəsizlik, proqramlaşdırma və digər istiqamətlər üzrə təlimlərin keçirilməsi üçün hazır vəziyyətə gətirilib ki, həm Xankəndi, həm də yaxınlığında olan digər rayonların sakinləri, əhalisi orada bu təlimlərdən faydalana bilsinlər. Təbii ki, digər fəaliyyət istiqamətimizdən biri də təlimlərlə yanaşı İKT sahəsində bilir ki, təlimlər kifayət qədər bahalı təlimlərdir. Təbii ki, bu bahalı təlimlər aldıqdan sonra onun reinvesti də möhtəşəm olur. Çünki bu sahədə maaşlar da yüksəkdir, buna da toxunacağam yaxın dəqiqələrdə. Bizim əsas fəaliyyətimiz təqaüdlərdir həmçinin, təqaüd proqramları. Xankəndidə bu mərkəzin açılışı ilə bağlı olaraq biz artıq Qarabağ Universiteti ilə danışıqlarımızı aparırıq. Universitet tələbələri üçün data analitikası istiqamətində 15 tələbəyə təqaüd təqdim edəcəyik. Orada Oracle, data analitikası, Excel, Power BI, statistika, Python bu kimi bir bootcamp olacaq. Bu formada. Eyni zamanda bizim əsas hədəflərimizdən biri də qadınların İKT sahəsində daha da fəallığının artırılmasıdır. Hətta bunun üçün ən möhtəşəm layihələrimizdən birini mən deyə bilərəm. Qadın cəza çəkmə müəssisəsində biz 6 ay müddətində təlimlər həyata keçirdik. Qrafik dizayn və ofis proqramları istiqamətində orada bizim ümumilikdə 23 məhkum xanımımıza təlimlər həyata keçirildi. Və bunların davamını da gətirilməsi təbii ki, gələcəkdə planlarımız sırasındadır.
Aydındır. Hansı beynəlxalq İKT sertifikatları gənclər üçün daha əlçatandır? Daha əlçatan Uyğundur. və bəli, daha əlçatan və daha da uyğunluq da dedik və uyğunluq təbii ki, burada əsas uyğunluq maliyyə uyğunluğundan söhbət gedir ki, daha ucuz qiymətə ala bilərlər, daha tez əlçatan ola bilər və öyrənməsi daha asandır. Bir növ belə deyək, giriş səviyyələri üçün nəzərdə tutulmuş sertifikatlardır. Bunlar Cisco-nun CCNA sertifikatıdır. Eyni zamanda CompTIA-nın A+ sertifikatı, IT texnik dediyimiz ixtisas var, peşə var ki, bu peşənin artıq rəsmi sertifikatlaşmasıdır. Eyni zamanda Microsoft Certified Fundamental var. Bu kimi sertifikatlar var ki, həm gənclər bunlara daha tez çata bilərlər, elə sadəcə olaraq sertifikatın adını yazıb axtarış edib həmin təlimi ala bilərlər. Yəni bu formada həm də distant alınması mümkündür. Aydındır. Bəs beynəlxalq texnoloji düşərgələr var, bootcamplar deyirsiniz. Bu barədə nə deyə bilərsiniz? Bəli, bootcamplar da istənilən halda kifayət qədər faydalı bir məsələdir, layihələrdir. Nəyə görə? Çünki bu bootcamplər bir çox vaxt ölkə xaricində olduğu üçün gənclər beynəlxalq təcrübəni ölkəyə geri gətirirlər, oradan öyrəndiklərini gətirirlər. Eyni zamanda bir beynəlxalq bir networking özləri üçün yaradırlar ki, bu kifayət qədər faydalı bir məsələdir. Bu bootcamplərdən misal üçün deyə bilər ki, LA Vegan var, sonrasında General Assembly var. Bu kimi təşkilatlar bu bootcamplər edirlər. Deyək ki, 8-12 həftəlik, 2 ay, 3 aylıq bu belə bir bootcamplər edirlər. Orada data, süni intellekt, proqramlaşdırma, müxtəlif istiqamətlər üzrə bu bootcamplər olur. Və hətta bu layihələrdən sonra gənclərin ölkə xaricində iş tapıb orada artıq bir IT mütəxəssisi olaraq, bu kadr olaraq orada bir faydalanmasını da nəzərdən keçirə bilirlər. Yəni deyirsiniz, sertifikatla iş tapmaq mümkündür? Buna hətta statistik olaraq da baxa bilərik. LinkedIn-in Learning platforması var. Peşəkarlar, yəni belə deyək də, peşəkar mühitdə çalışan şəxslər oradan çox istifadə edirlər. Bu Learning platformasında öyrənilən sertifikatlar birbaşa olaraq bizim LinkedIn profilimizdə əks olunur və həmçinin LinkedIn statistikasına görə artıq 40%-ə yaxın İKT istiqamətində iş imkanları vardır ki, IBM, Google, Amazon bu kimi şirkətlər sırf onların özlərinin Learning platformasından öyrənilən hansı ki təlimlər var, həmin təlimlərin sertifikatları ilə işə qəbul faizində artıq yüksəliş nəzərdə tutulur. Aydındır. İngilis dilini bilməyənlər bəs necə bu beynəlxalq təlimlərdən yararlana bilirlər? İngilis dili bilməyənlər üçün də təbii ki imkanlar var. Necə olur onlar? Burada iki yanaşma var. Necədir bu yanaşmalar? Deyək ki, təlim də hazırlanıb. Məsələn, İKT Lab deyək də. İKT Lab Oracle-ın olsun və yaxud da digər beynəlxalq təlim akademiyaları var ki, onların rəsmi partnyorudur. Biz onların silabuslarını götürürük, təlim silabuslarını, Azərbaycan dilinə tərcümə edirik və sonrasında dediyimiz kimi xidmət olaraq təklif edirik əhaliyə. Bir bu formada var. Eyni zamanda bizim onlayn, əgər distant formada baxsaq ki, olan sertifikatlarını əldə edə bilərlər. Subtitrlər vasitəsilə orada tam eyni ilə tərcümə olunur, o formada təlimləri götürə bilərlər. Aydın, data analitikası və süni intellekt sahəsində bəs beynəlxalq sertifikatlar varmı, hansılardır? Bəli, IBM-in Data Science sertifikatları var, Google-un Data Analytics sertifikatları var. Eyni zamanda Deep Learning-in TensorFlow sertifikatları var ki, gənclər də elə giriş səviyyələrdə bu sertifikatlardan başlayaraq bu istiqamətlərdə beynəlxalq sertifikatlar əldə edə bilərlər. LinkedIn Learning platforması haqqında bəs nə düşünürsünüz? Bir qədər əvvəl qeyd etdiyim kimi peşəkarlar oradan kifayət qədər geniş istifadə edirlər. Lakin giriş səviyyəsində olan junior mütəxəssislər də oradan istifadə etməsi məqsədə uyğundur, tövsiyə olunandır. Hətta çox yaxşı olar ki, oradan istifadə etsinlər. Çünki dediyim kimi orada alınan kurslar, orada alınan təlimlər birbaşa olaraq rəsmi tanınır və beynəlxalq təşkilatlarda bu bir növ üstünlük kimi fayda göstərə bilir. Eyni zamanda bu sertifikatlar bir növ biznesə inteqrasiya olunmuş sertifikatlardır. Çünki praktiki кейslərdən keçir və o əsasda artıq təsdiqini tapır. Aydın. Bəs qadınların texnologiya inteqrasiyasını təşviq edən beynəlxalq təşəbbüslər barədə nə deyə bilərsiniz? Bunlar hansılardır? Bir qədər əvvəl danışdığımız bootcamplər ki var idi. Həmin bootcamplərə oxşar bir sıra təşkilatlar var ki, həmin təşkilatlar da onları keçirir. Məsələn, deyək ki, Girls Who Code var. Onlar 12 həftəlik sırf qadınlar üçün təlimlər keçirdirlər süni intellekt istiqamətində. Və həmçinin proqramlaşdırma istiqamətində. Bu kimi misal təşkilatlar mövcuddur. Aydın. Bəs Azərbaycanda fəaliyyət göstərən beynəlxalq texnoloji təlim tərəfdaşları varmı?
Əlbəttə, bir qədər əvvəl qeyd etdiyim kimi İKT Lab da bu kimi tərəfdaşların, beynəlxalq tərəfdaşların rəsmi partnyorudur, akademiyasıdır. Bunlardan məsələn deyə bilərik ki, Cisco-nun Network Akademiyası var, eyni zamanda Microsoft-un Imagine Akademiyası var, Oracle Akademiyası var, Huawei-nin Akademiyası var. Cisco-nu belə qeyd etdik. Bunlar ən məşhur və ən tələbatlı akademiyalardır ki, beynəlxalq daha doğrusu partnyorlardır ki, onların təlim silabusları real biznes mühitində kifayət qədər tələb olunur və bilinməsi vacibdir. Son olaraq beynəlxalq İKT sertifikatları ilə diplom arasında fərq nədir? Yəni hansı daha əhəmiyyətlidir bu barədə? Diplom bizim ali təhsilimizin bir növ akademik təhsilimizin göstəricisidir və uzun müddətli olaraq biz bu təhsili almışıq və bilirik. Yəni bizə bunu göstərir ki, biz akademik səviyyədə artıq bunu bilirik. Amma sertifikatlar qısa müddətli, daha spesifik olaraq daha hara vurmaq lazımdır onu göstərən sertifikatlardır. Bir növ məsələn biz deyək ki, IT mühəndis diplomu oxuyuruq, 4 illik oxumuşuq, universiteti bitirmişik. IT mühəndisinin içərisində biz 4 il müddətində kifayət qədər çox silabuslardan, kifayət qədər çox fənlərdən keçirik, doğrudur. Amma sırf biz hansısa bir sertifikatı aldığımız zaman deyək ki, İKT Lab'dan Python proqramlaşdırma sertifikatı alırıq və bunun müddəti 6 ayda, 4 il deyil. Amma 6 ayla bu proqramlaşdırma kursunu bitirməyimiz bizi tam olaraq təsdiq edir ki, beynəlxalq silabus əsasında, beynəlxalq partnyorların verdiyi təlimlər əsasında biz artıq Python proqramlaşdırmanı mütəxəssis səviyyəsində bilirik. Aydın Fərd bəy, təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiniz. Minnətdaram, çox sağ olun. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugün İKT-də gənclər üçün karyera strategiyası və sertifikat imkanları barədə danışdıq. Studiyamızın qonağı İKT Lab Tətbiq və Tədris Mərkəzinin xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadə idi. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.